Salam əzizləyicilərimiz, bugün yeni bir mənzillə sizlərin qarşısındayım. Mənzilimiz haqqında bir qədər xahiş olun videonu bəyənib kanala abunə olmağı unutmayın. Bura bizim mənzilimizin qonaq otağıdır. Mənzilimiz yerləşir Yeni Yasamalda, Yasamal-Molun yanı 16 mərtəbəli binanın 4-cü mərtəbəsində qaz işıq təminatı daimi sənəd çıxarış olan belə bir mənzili sizlərə çəkib təqdim edirəm. Bura bizim qonaq otağımız, dediyim kimi dəyərli izləyicilərimiz, çox gözəl. Yəni ölçüyə malik 90 kvadrat metrdən ibarətdir. 2 otaqdan 3 otağa düzəlmədir. Buradan eyvana çıxışımız mövcuddur. Polumuz parketdir. Bambuk parketdən ibarətdir. Mənzilimiz dəyərli izləyicilər, onu da sizin nəzərinizə çatdırım ki, tam əşyası şəkildə təqdim olunur. Bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsindən bu şəkildə daxil oluruq. Məndən burada sol tərəfdə sanitar qovşağı, bura qonaq otağı sizlərə çəkib təqdim elədim. Bura mətbəx hissəsidir. Bura ikinci yataq otağıdır, yəni uşaq yataq otağı. Bura isə bizdə birinci yataq otağından ibarətdir. Mən indi mətbəxi çəkib sizə təqdim edirəm. Bura bizim mətbəx hissəmizdir. Mətbəx hissəsi də çox geniş ölçüyə malik bizim mətbəx hissəmizdir. Mətbəx mebeldə tam şəkildə yerləşdirilmişdir. Buyurub baxa bilərsiniz. Buradan da eyvana çıxışımız mövcuddur. Mənzilimiz gün düşən mənzildir. 90 kvadrat metrdən ibarətdir ümumi sahəsi. Dövlət ipotekasına yararlıdır. Buyurub baxa bilərsiniz izləyicilərimiz. Bura isə bizim əsas yataq otağımızdır. Valideyn yataq otağıdır. Burada gördüyünüz kimi tam şəkildə bütün aksesuarlar, mebel, yataq dəsti tam şəkildə yerləşdirilmişdir. Gördüyünüz kimi çox geniş ölçüyə malik bizim yataq otağımızdır. Buradan da eyvana çıxışımız mövcuddur. Mənzilimiz ümumi sahəsi 90 kvadrat, 17 mərtəbəli binanın 4-cü mərtəbəsində qaz işıq təminatı daimi sənəd çıxarış olan belə bir mənzili sizlərə çəkib təqdim edirəm dəyərli izləyicilərimiz. Burada bizim uşaq yataq otağıdır. Burada da gördüyünüz kimi 2 dənə rahatçılıqla tək nəfərlik kravat yerləşdirilmişdir. Burada da belə bir 3 qapılı qardırob yerləşdirilmişdir. Yəni onu nəzərinizə çatdırım ki, otağımız balaca deyil, böyük otaqdır. Hardasa 12-13 kvadrat metrdən ibarətdir. Buradan da yataq otağına birbaşa pəncərə qoyulub. Yəni burada da özün hava çəkməli yeri də var. Yəni dediyim kimi polumuz bambuk parketdən ibarətdir. Bura isə bizim sanitar qovşağı, sanuzelimiz bir yerdədir. Buyurub baxa bilərsiniz dəyərli izləyicilərimiz. Mənzilimizdə deməli ev sahibi öz üçün təmir elətdirib. Yəni təmir zamanı bahalı və keyfiyyətli materiallardan istifadə edilmişdir. Yəni qapılarımız hamısı Avropa qapılarından ibarətdir. Buyurub baxa bilərsiniz. Kiməsə lazım olsa məsələn aboylarını dəyişdirməyə, yəni ehtiyac bilinmir. Və belə bir katalog hissəmiz də var. Buyurub baxa bilərsiniz. Əlavə nə sual yaranarsa səhifədə nömrəmiz qeyd olunub. Buyurub müraciət edə bilərsiniz. İndi sağ olun, yeni bir mənzildə görüşənə qədər.